Salamlar, vaxtınız xeyir olsun. Mən Adqızıl Laxşin, insan psixologiyası metodisti. Heç olsa sual vermisənmi? Bu gün gün ərzində nə etmisən? Müsbətə doğru, inkişafa doğru, yaxud səni pis auradan çıxardan vəziyyətə doğru. Hər kəs bu sualdan qaçır bir mənalı şəkildə. Həyatda bir məqsəd yoxdur. Hədəf yox, sıfır. Bu da bizi nədən qaynaqlanır? Bəzən kənarda elə bir faktor olan insanlar var ki, insanların inkişafına əngəl törətmək məqsədi ilə subliminal hallar yaradırlar ortada. Ya onu yormaq, incitmək, bəlkə də edilən inkişafın qarşısını alan elə bunlardır ki, bəlkə bu həmən insanlar rədd olub cəhənnəm olmalıdır. Bəlkə onda enerji yumruq kimi toplanacaq və nəticə etibarıyla insan həyat fəaliyyəti sıfırdan 100-ə doğru pillə-pillə gedəcək. Nə qədər enerjinizi alan, sizi pis edən, hətta biraz çox qeyri-etik də çıxacaq deyəcəm. Şərəfsiz cındır tipdə, triyapka tipində olan insanlar olur. Bir əski parçası belə yanında hörmətsizdir. Yorucu, ancaq mənfi aura, insan bezir, tükənir. Bu kimi insanlardan hər zaman gün ərzində anidən elə bir mənfi yüklənmə olur. Bir kəlmə cümlə ilə. İnsan yox olur, puç olur.